isə açılış nitqi və salamlama üçün söz verilir Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Professor Ədalət Məmmədov Muradova. Buyurun, hörmətli Ədalət Məmmədov. Hörmətli dostlar, qanunlar və qanatlar, mən sizin hər birinizi Azərbaycan Dövlət İqtisad Universitetində salamlamaq şərəf verirəm və bizim dəvətimizi qəbul edib, bizim tədbirimizə qatıldığımıza görə hər birinizə təşəkkür edirəm. Bilirsiniz ki, keçən ilin sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncama əsasən bu il Konstitusiyada suverenlik ili elan edilmişdir. Sərəncamın preambulasında Cənab Prezident göstərir ki, bu il ölkəmizdə Konstitusiyanın qəbul olunmasının 30 ili tamam olur. Beləcə də bu il Azərbaycanın bütövlükdə Türk dünyası tarixində 200 ildən çox müddət ərzində ən böyük qələbəyə imza atdığı Qarabağ zəfərinin 5 ili. Eləcə də Cənab Prezident Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsini nəzərə alaraq bu ili Konstitusiya və suverenlik ili elan etmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının və şəxsən məclis sədri hörmətli Professor Zahid Məmmədovun təşəbbüsü ilə bu Konstitusiya və suverenlik ilinə həsb olunmuş konferansın təşkil edilməsinə biz başladıq. Və təşəbbüs Auditorlar Palatasına məxsus olsa da, biz bu konferansı yenə də Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə həyata keçiririk. Burada maliyyə nəzarəti ilə bağlı maraqlı müraciələr göndəriləcək və mən fürsətdən istifadə edib iş qrafiklərinin çox gərgin olmasına baxmayaraq Dövlət Vergi Xidmətinin rəisi Hörmətli Orxan Məmmədovun və Dövlət Görmüş Komitəsinin sədri Sədr Naziri Nafiq Məmmədova ayrıca təşəkkürlər edirəm və xüsusilə qürurla deyirmək istəyirəm ki, bu hər iki gənc Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Biz hər məzunumuzu görəndə ürəyimiz sevinclə dolur, qürurla durur və bizim əldə etdiyimiz ən böyük uğurlarımız da bizim ölkəmizin inkişafında əməyi olan, töhfəsi olan bacarıqlı məzunların yetişdirilməsidir ki, bu kimi məzunlarımızı görəndə universitetimizin önəmini təvəqqə etməyini biz daha şahiddir. Biz daha təşəkkür edirəm hər birinizə və bugünkü tədbirimizdə iqtisadi maliyyə nəzarəti konstitusiya hüquqlarının keşiyində mövzusunda son məruzəni səsləndirmək üçün Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Yeni İqtisadçılığı Rəşad Məlim Sənnətsadiyə söz verir. Buyurun Rəşad. Son Ədalət müəllim, öncə sizə Zahid müəllim və Ziyad müəllim təşəkkürümüzü də dedik. Dövlət qurumlarının rəhbərlərini və toplantı iştirakçılarının hamısını salamlayıram. Mənim mövzum maliyyə nəzarəti konstitusiyon hüquqlarının keşiyində adlanır. Və birinci, mən bayaq da Ədalət müəllim dediyi kimi, Cənab Prezidentin sərəncamına qayıtmaq istəyirəm. 28 dekabr 2024-cü ildə Prezidentin sərəncam verir ki, bu ilimiz konstitusiya və suverenlik ilidir. Mən bu sərəncamını təhlil edərkən 3 məqamı diqqətə çəkdim, onunla bölüşmək istəyirəm. Birinci odur ki, Vahid müəllim də bayaq dedi, yəni 30 il sonra Azərbaycan dövləti öz tarixi keçmişinə baxır və bir mənalı şəkildə bildirir ki, onun ana yasası uğurlarımızın əsas hüquqi sənədidir. İkinci məsələ odur ki, Cənab Prezidentimiz artıq bildirmişdir ki, bayaq da cəlbəndirdi. İctimaiyyətə açıqlanmışdır ki, yeni milli ideya müzakirəsi lazımdır. Yəni, qələbəmiz təmin olunur, bizə yeni milli ideya lazımdır. Və bu sərəncamda da göstərilir ki, ziyalılardan yenə də bu məsələyə dair gözləntilər var. Eqtisad Universitetində mən bir neçə dəfə baxmışam, gələcək, özümü gələcək
sahədə olan tədbirləri yəqin davamlı faydalı olar. Üçüncü məqam odur ki, bayaq burada Azər mənçusunda deyəsən, konstitusiya suverenliyi ilə günlərin əlaqəsi. Mən bunun bir tarixinə baxmaq istəyirəm. Mənə elə gəldi ki, suverenlik 1994-cü ildə əsr müqaviləsi ilə bağlıdır. Konstitusiyası 95-ci illə bağlıdır. Bəlkə də bizim 94-cü ildə əsr müqaviləmiz olmasaydı, onda 95-ci ildə belə bir konstitusiyamız olmayacaqdı. Ona görə də mən demək istəyirəm ki, suverenlik günü əslində konstitusiya gününün əsasıdır və bu hər iki möhtəşəm hadisə bütün Azərbaycanlılar üçün qürur mənbəyi. Amma iqtisadçılar üçün bunun daha da böyük əhəmiyyəti var. Çünki suverenlik günü konstitusiya gününün əsasıdır. Amma suverenlik gününün əsasında isə iqtisadiyyat yanır. Yəni ki, onun mühüm sahəsi olan neft sənayesi yanır. Aristotelin bir sözü var, o deyir ki, dövlət insanlar arasında ünsiyyətin ən ali formasıdır. Bəs dövlətimizin ali məqsədi nədir? Bəlkə onu Zaur mənim qeyd elədi. Konstitusiyamızın 12-ci maddəsində dövlətin ali məqsədini göstərir və çox maraqlı haldır ki, onu da vuruladı ki, burada iki prinsip var. Vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması, bir də ləyaqətli həyat səviyyəsinin təmin olunması. Bu da 2009-cu ildə referendumla salındı. Nə üçün belə oldu? Çünki Azərbaycan dövləti artıq 2009-cu ildə daha möhkəm ayaqüstə dayandı, neft müqavilələrinin bəhrəsini gördü və artıq bir sosial məsuliyyət özlərini götürdü ki, vətəndaşların layiqli həyat səviyyəsini təmin edir. Bəs indi ikinci sual çıxır, vətəndaşların layiqli həyat səviyyəsini biz hansı meyarlarla ölçək? Və burada müxtəlif yanaşmalar var və mən burada Maslow'un tələbatlar iyerarxiyasını göstərirəm ki, bütün insanlar bundan bu tələbatdan bəhrələnmək istəyirlər. Birinci əlbəttə ki, fizioloji tələbatlardır, təhlükəsizlik tələbatlardır, estetik tələbatlar, özünü reallaşdırma tələbatları və s. Və sonradan belə bir sual sorulur. Bəs bu tələbatları hansı bir dövlət yerinə yetirə bilər? Hansı bir dövlət buna qadirdir? Elə bilən ki, o sualın cavabını isə Ulu Öndər bildirir. O isə deyir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadiyyatın gücü hansı məqsədlərdə təzahür etməlidir? İqtisadi nəzəriyyədə cəmiyyətin iqtisadi məqsədləri bunlar göstərilir. İqtisadi inkişaf, tam məşğulluq, iqtisadi səmərəlilik, qiymətlərin sabit səviyyəsi, iqtisadi azadlıq, gəlirlərin ədalətli bölgüsü, iqtisadi təminat, səmərəli ticarət balansı. İqtisadi məqsədlərə maliyyəsi çatmaq olarmı? Pul fonlarının yaradılması və istifadəsi zamanı əmələ gələn münasibətlərin məzmunsu olan maliyyəsinin iqtisadiyyatı təsəvvür etmək olmaz. Necə ki, insanın qanlama sistemi olmadan təsəvvür etmək mümkün olmadığı kimi. Bəs bugünkü mövzumuz olan maliyyə nəzarəti ilə dövlətimizin ali məqsədi arasında əlaqə varmı? Ona baxın. Bir məsələni qeyd edeyim ki, Azərbaycan Respublikası Konstitusiyasında maliyyə nəzarəti anlayışı yoxdur. Lakin onun maliyyə və maliyyə nəzarəti hissələri olan dövlət büdcəsi, vergi, bank işi, mühasibat, sığorta məsələləri öz əksini tapıb və ola bilər ki, gələcəkdə konstitusiya islahatının nəticəsində bu anlayışlar daxil edilir. Maliyyə nəzarəti nədir? Sualımız var. Maliyyə nəzarəti. Onu bildirmək istəyirəm ki, maliyyə nəzarəti özünə deyil. Maliyyə siyasətinin törənməsidir. Və maliyyə siyasətinin də açılışı barədə xarici ədəbiyyatda bir mənalı məlumat, bir mənalı aydınlaşma var. Məsələn, mən Musgrave'in 3 prinsipini, 3 məqsədini göstərirəm burada ki, birinci ictimai xidmətlərin göstərilməsi, ikinci gəlir və sərvətin yenidən bölüşdürülməsi, üçüncüsü iqtisadiyyatın sabitləşməsi. Maliyyə nəzarətinin funksiyaları, vəzifələri göstərilir burada və maliyyə nəzarətində coğrafi səviyyələr. Maliyyə nəzarətində dünyəvi qlobal nəzarət var, beynəlxalq səviyyədə bayaq da əvəz mənədidir, beynəlxalq valyuta fondu, dünya bankı, BASF kullanılması mübarizə. Hətta Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsində qlobal maliyyə nəzarətinə məşğuldur. Regional səviyyədə bu Avropa Mərkəzi Bankı, Manibal Təşkilatı yenə çəkili kullanılması ilə məşğuldur. Milli səviyyədə isə biz onu bölürük ictimai nəzarətə, təsərrüfat daxili nəzarət, dövlət nəzarəti və kənar nəzarət. Dövlət maliyyə nəzarəti isə bir şərti olaraq iki hissəyə bölünmüşük, fiskal nəzarətə, bir də maliyyə bazarlarına nəzarətə. Və Azərbaycanın fiskal nəzarəti ilə əlaqədar burada dövlət qurumlarının rəsmiləri çıxış elədilər. Biz ümumilikdə hesablamışıq ki, təxminən bu rəqəm Azərbaycanda 40 milyard manat təşkil edib 2024-cü ildə, indi 25-də təxminən 50 milyarda çatacaq. Dünyada isə bu rəqəm qlobal ümumi daxili məhsulla ölçülür, bu da təxminən 110 trilyon ABŞ dollardır. Lakin maliyyə bazarının nəzarəti isə daha çətindir və daha böyük həcmdə vəsait burada. Çünki, məsələn, bütün dünyada hesablamışıq ki, bu 3 kvadrilyon Birləşmiş Ştatlar dollardır. Amma Azərbaycan üzrə hesablayanda, indi burada rəqəmləri göstərmişəm,
bank aktivləri 53 milyard, nəqd dövriyə 156 milyard, valyuta bazarı 50 milyard USD, sığorta bazarı 0.4, qiymətli kağızlar bazarı 72,4, qeyri-nəqd dövriyyəmiz 190 milyarddır, strateji valyuta ehtiyatlarımız 73 milyard dollardır və bütün bu vəsait təxminən hesablanmışdır ki, təxminən 700 milyard manat. Yəni 700 milyard manat məbləğində ümumi vəsait var. Əlbəttə ki, borc çəkili pulları terrorçuluqla mübarizə istiqamətində maliyyətli açıq deyil. Və ümumilikdə, yəni hər hissəyəni götürən təxminən 740 milyardlıq vəsaitdən nəzarətdən söhbət edilir. Ola bilər ki, bu vəsaitin təkcə vergi yığımı üçün lazım olmasın. Amma bu, artıq ziyad mən qeyd elədim, həm iqtisadiyyatın diversifikasiya şahilənməsi üçün, həm də anti-inflyasiya tədbirləri üçün nəzarətdə olmalı olan işlərdir. Azərbaycanda maliyyə nəzarəti instansiyaları var, burada göstərmişik və burada maraqlı cəhd odur ki, bizim bildiyimiz orqanlarla yanaşı Azərbaycan Daxili İşlər Nazirliyində bu xüsusiyyətə artıq daxil olub və kiber cinayətkarlıqla mübarizədə başları yaradıb və rəqəmsal iqtisadi məsələlərlə məşğul olur. Digər ölkələrdə ali maliyyə nəzarəti haqqında göstərmişik. Bayaq da Zaur müəllim Saytaş barədə məlumat verdi. Birləşmiş Ştatlarda, Fransada, Almaniyada, Rusiyada və Saban Baltalarının, hətta bəzilərinin audit məhkəməsi vəzifəsi də var, onlardan danışmışıq. Və qlobal maliyyə nəzarətində olan problemlər və milli maraqlar məsələsində gündəmə gətirmişik. Yəni, bilirsiniz, dünyada qlobal problemlər var, lakin bəzi hallarda ölkələrin milli maraqları bu nəzarətin həyata keçirilməsinə mane olur. Məsələn, Birləşmiş Ştatların sabiq prezidenti Barack Obama 2007-ci ildə qlobal maliyyə böhranı zamanı beynəlxalq türk ösürmələrinə vergi tətbiqini irəli sürmüşdür. Birisi də vergi təkcə o demək deyil ki, onun gəlir tərəfi var. Eyni zamanda bu informasiyadır, bu şəffaflıqdır. Və bunu təklif edildiyi zaman Britaniyanın baş naziri Gordon Brown etiraz eləmişdi ki, bunu eləməyək. Səbəb nədir? London dünyanın maliyyə mərkəzlərindən biridir. Orada əgər bu tətbiq olunarsa, İngiltərin etkisi olur. Yəni ki, qlobal maliyyə nəzarətinə milli maraqların, strateji ölkələrin durduğu zərərlər də var. Eyni zamanda bizim ciddi trendimiz rəqəmsal maliyyə təhlükəsizliyi gücləndirilməsidir. Yəni, mobil ödəniş sistemləri, kriptovalutalarla əlaqədar maliyyə dələduzluğu və kiber təhdidlər artır. Bununla əlaqədar da ciddi nəzarət tədbirlərinin artırılmasına ehtiyac var. Demək, bayaq da mən Azərbaycan polisinin fəaliyyətindən danışdım. Azərbaycan polisi bəyan edir ki, Azərbaycanda mağrurca indirilməsinə imkan verilməyəcək. Mağrur yadınızdadır. MMA Cəmiyyəti Vahidi Maliyyə Piramidası qurulmuşdur və Azərbaycanda bir şirkət saxlanılıb, First Zenit Capital adında şirkət saxlanılıb, sosial şəbəkələrdə yalançı reklamlar verirlər, insanları zərb edirlər ora və təxminən 500 min manat növlərində zərər olurlar, indi bu məsələnin təhqiqatı gedir. Elə məsələlər var ki, artıq məhkəməyə çıxarılır. Məsələn, InvestAspas platformasında maliyyə fırıldaqçılığı müəyyən olunub və 2,5 milyon dollarlıq vəsaitdən söhbət gedir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu maliyyə məsələsi müzakirə olunur. Nəzarət növləri arasında əlaqə. Nəzarətin sisteminin güclənməsi üçün fikirlər var. Məsələn, Rusiyada vergi ödəyicilər assosiasiyası var. Həmin assosiasiya növbəti il üçün federal büdcənin xərclərini təhlil edir. Və sonra da optimallıq qənaət baxımından xərclərdə təkliflər irəli sürür. Əgər onlar keçərli olarsa, həmin məbləğ qədər ödəyicilərin vergi yükü də azaldılmış olur. İkinci məsələ isə Azərbaycan qanunundan mən misal çəkmək istəyirəm, auditorun peşə məsuliyyətini üzvarı sürür. Yəni, bir tərəfdən maraqlı, auditor özü sığortanın özünü yoxlayır, digər tərəfdən isə sığorta auditorun peşə məsuliyyətini sığortalı. Yəni, burada da bir əlaqə, bir dostluq var. İkinci, digər məsələ nəzarətə dostluğu mən demək istəyirəm. Bir neçə il qabaq İtaliyada dövlət qərarları təskin azalmışdır və vergi xidmətinin rəhbəri hər bir vergi ödəyicinə səmimi məktub göndərdi və dövlətin çətin vəziyyətini real rəqəmlərlə əsaslandırdı və xahiş edib vergidən yayılmayın. Nəticədə İtaliyanın dövlət büdcəsinə əlavə vəsait gəldi. Yəni, bu dostluğun da bir rolu var. Amma mən bayaqlarda Orxan mən qeyd elədik, 93% könüllülük məmsalatı çox gözəl rəqəmdir. Amma mən bir paradoksal misal demək istəyirəm. Kimi dendirirsən vergi ödəyicilərindən bəzilərini, deyirlər, soruşuruq ki, misal üçün, siz Qarabağ qələbəsini necə baxırsınız? Deyirlər ki, möhtəşəm bir zəfər kimi. Deyirəm ki, axı bu zəfərin davamlı olması üçün vergi ödəmək lazımdır. Vergi ödəyirsiniz, deyir ki, tam ödəmək. Yəni, insanlar elə bil ki, o ali məqsədlə öz bugünkü gəlirləri haqqında bir ziddiyyət görürlər
Azərbaycanda maliyyə nəzarətinin uğurlu nəticələri var. Burada çoxlu təşkilatlı nümayəndələr şimdi onlar da bir tərifləşmək istəyərlər. Vergi və gömrük orqanları ardıcıl olaraq ilbəyi planlarını 100%-dən çox yerinə yetirirlər. Bu uğurlu nəticədir. Maliyyə sabit 95-ci ildən demək olar ki, maliyyə sabitliyimiz təmin olunur. Ödəmə intizamımız yaxşıdır, ödəmələr problemimiz yaxşıda qalır. Milli valyuta məzənnəsi sabitdir. Çirkli pulların yolunmasa terrorçularla mübarizə yaxşı səviyyədə gedir. Amma sistemin təkmilləşməsi üçün nə lazımdır? Burç cavabında amil deyir ki, burada mütləq məsuliyyət lazımdır. Və məsuliyyət 3 səviyyədə olmalıdır. Nəzarət edənlərin məsuliyyəti, nəzarət edilənlərin məsuliyyəti, qərar qəbul edən icra orqanlarının məsuliyyəti. Və bu məsuliyyət niyə lazımdır? Maliyyə nəzarəti bilirsə, dövlət vəsaitinə qənaəti və səmərəliliyi təşviq edir. Və bu təhətlər hesab şəxslərin, belə bir sual qoyuyor, mühasiblər üçün maraqlar. Bu təhətlər hesab şəxslərin təhətlər şuurunda bu düşüncələr varmı? Biz görkəmli Azərbaycanlı Azad Mirzə Nazirdən istisab getirir. Onun 20-ci əsrə gedən yol kitabından bir parçanı deyir. Orada kiçik bir rəvayətdir. Deyir ki, 2 nəfər daşlaşır. Araba ilə daşlaşır. Hər ikisindən soruşurlar ki, nəyinə məşğulsunuz? Biri deyir ki, mən elə daşlaşıram, o isə deyir ki, mən Şatır məbədinin ikincisində iştirak edirəm. Yəni, birinci öz işini təkcə fiziki zəhmət kimi görür, digəri isə böyük bir məbədin ikincisində iştirakını qəbul edir. Hər bir vergi ödəyicisi, hər bir maliyyə nəzarətinə cəlb olunmuş şəxs və nəzarətçi bilməlidir ki, o, Azərbaycan milli iqtisadiyyatının inkişafında xidmət göstərir. Bu fikrimiz poeziyada varmı? Əlbəttə var. Səmərliğin tarla nəğməsi şeirində bunu deyir, torpağa düşməsin havaya birdən, çörək boğularsa basılmaz vətən. Və daxil nizamı deyir İskəndər naməməsində. Xəzinə qızılı yıxmaq üçündür, qızıl da düşməni yıxmaq üçündür. Maliyyə nəzarətində məsuliyyət anlayışından danışdıq. Bəs ondan daha uzun anlayış varmı? Var. O da belə səslənir. Ən güclü nəzarət vicdandır. Diqqətinizə görə.